Mağazin Plus'da hər birinizi xoş gördük. Bugün mənim qonağım Saf Travel'ın daxili turlar üzrə meneceri Əvəz Səlimovdur. Əvəz bəy, xoş gəlmisiniz. Xoş gördük, siz də xoş gəlmisiniz. İstəyirəm Saf Travel haqqında danışasınız. Daxili turlar, xarici turlar, ümumiyyətlə Saf Travel haqqında ümumi məlumat. Buyurun. Saf Travel haqqında o məlumatı verə bilərəm sizə ki, artıq 12 ildən artıqdır biz fəaliyyət göstəririk. Saf Travel peşəkar əməkdaşları ilə bir yerdə. Saf Travel öz keyfiyyətli xidmətləri ilə seçilir hər bir zaman və mən artıq 2018-ci ildən bu tərəfə Saf Travel'da əməkdaşlıq edirəm, çalışıram. Tur bələdçisi olaraq daxil olmuşam, hal-hazırda tur rəhbəriyəm və Saf Travel ilk öncə fərdi sahibkarlıq əsasında başlayıb, indi isə rəsmi MMC şirkətiyik və Azərbaycan Turizm Assosiasiyasının üzvüyük. Daxili turlar dediniz Əvəz bəy. Ümumiyyətlə hansı daxili turlar var? Nə yeniliklərimiz var? Qiymətləri fərqi necədir digər turlardan? Öncəliklə Saf Travel'ın başqa şirkətlərdən fərqi odur ki, bizdə çox yüksək keyfiyyət var. Və bunun ən böyük səbəbkarı bizim şirkətimizin rəhbəri, böyük iş xanımı Samirə Mirzəyevadır. Buradan salamlayıram. Hamımızın can ciyəri. Samirə xanımı rəhbərliyimizi salamlayıram buradan. Və bizdə bəzi şirkətlərdən fərqli olaraq bizdə avtonəqliyyatımız çox əla vəziyyətdədir, çox gözəl. Rahat və komfort. Bəli, ən yeni komfortlu nəqliyyat vasitələrindən istifadə edirik. Getdiyimiz bütün gəzinti yerləri çox gözəl gəzinti yerlər olur və bəzi şirkətlərin hətta bilmədiyi gəzinti yerlərini belə Saf Travel əməkdaşları olaraq biz bilirik. Çünki daha doğrusu Azərbaycanın gəzməli, görməli yerləri, Azərbaycanın əslində Zümrüd xanım gəzməli yerləri çoxdur, həddindən artıqda və bir-birindən o qədər gözəldir ki, insan bilmir turistlərimizi, qonaqlarımızı hara aparaq. Qalırsan seçim arasında. Və biz biraz da çalışıb, daha da gözəl yerlər aparmağa çalışırıq və nəqliyyatımızda canlı musiqimiz olur bizim. Mən özüm gitaristəm, özüm qonaqlarımız üçün bəli, canlı musiqi ifa eləyirik. Gözəl intellektual oyunlarımız olur, maraqlı şən oyunlarımız olur və bunun kimi bəzi səbəblərə görə Saf Travel hər zaman başqa turizm şirkətlərindən seçilir. Fərqlidir, gözəldir, özəldir. Və getdiyimiz tur məkanları da Azərbaycanın bütün bölgələrinə turlarımız var. O fərq etmir həftənin hansı günü və yaxud da saat neçədə və ən böyük bizə müraciət olunan turlar Qarabağ turlarıdır. Ki, Saf Travel Qarabağa turizm açılan gündən bəri gedir və Azərbaycan turizm şirkətləri arasında mən deyərəm bəlkə də ən çox Qarabağ turuna gedən tur rəhbəri varsa biri mənəm. Keçən həftə may ayının 13-ü mən artıq 99-cu Qarabağ turuma getdim. Ay maşallah. İnşallah 100-cüdə hər kəsi gözləyirik Saf Travel turizm şirkəti ilə və mənim çox gözəl sürprizlərim olacaq gələn turistlərimizə. Bizdə bir də turumuzda çox aktiv iştirak edən turistlərimizə fərqli hədiyyələrimiz olur. Sürpriz hədiyyələr var. Bəli, fərqli hədiyyələrimiz olur. Yoxdur. Onu demirik buradan. İnşallah gələrsiniz Saf Travel-la tura, görərsiniz bizdə necə gözəl fərqli hədiyyələr var. Və qiymətlər də əlverişlidir. Qiymətlər çox əlverişlidir. Qarabağ turunu 55 manatdan başlayır. Haralara gedirik? Ünvanlarımıza sizə deyim. İlk öncə Ağdama gedirik. Ağdam Cümə məscidinə gedirik. Tarixi də çox genişdir. Oradan sonra gedirik Xocalıya. Xocalı aeroportunu göstəririk sizə. Xocalıda ümumiyyətlə çox gözəl tikintilər gedir də. Yenidən qurma işləri gözəl. Yenidən qurma işləri çox gözəl gedir. Amma ən əsası köhnə stilini qoruyub saxlayırlar. Yolumuzu sizə izah edeyim. Gedirik ilk öncə Ağdama. Ağdam Cümə məscidini ziyarət elədikdən sonra gedirik Xocalıya. Xocalıya çatmamışdan qabaq Ağdam Şəhidlər Xiyabanı var. Hansı ki, Allahverdi Bağırovun, Azərbaycan milli qəhrəmanının qəbri də oradadır. Ümumiyyətlə, ən çox turistlər daha çox da, yəni hansı hissəni görmək istəyirlər. Bir də bu marşrutu turistlər özləri mi, onların təklifi ilə mi, onların fikirlərindən mi siz düzüb qoşursunuz, yoxsa yəni budur, yəni marşrut budur kimi? Yox, mən belə deyərəm, biz turistlərimizin fikirlərini dəyərləndirərək əslində çoxluğun istəyini nəzərə alaraq bu marşrutu qurmuşuq. Və elə bir marşrut qurmuşuq ki, yəni bütün hər kəsin razı qalacağı bir marşrutdur. Sırayla sadalıqda da gedirik Xankəndiyə, Xankəndi mərkəz gəzintisidir, ümumiyyətlə parlament binasıdır.
Qarabağ Universitetidir. Ən gözəl universitetlərdən biridir. Bütün fəaliyyətləri hamısı qaydasındadır və gedirik Xankəndi futbol stadionuna gedirik. Bildiyiniz kimi Qarabağın açılışında ilk oyunu orada oldu. Ondan sonra gedirik Cənnət məkanı Şuşaya gedirik. Şuşada da çox gəzinti yerlərimiz var. Turistlərimizin ən çox sevdiyi yer Şuşada Cıdır düzüdür. Əlbəttə ki, bütün Azərbaycanlıların sevdiyi yerdir. Cıdır düzünü nə bilirsiniz? Əvvəl bu at üstündə bizim igidlərimiz at oynağı deyirmişlər Cıdır düzünə. Orada öz hünərlərini göstərir. Oradan mənzərə də çox gözəldir. Oradan Xankəndi görünür. Cıdır düzünə çıxdığınız zaman bütün Qarabağ ayağınızın altında olur. Bütün gözəlliyi, cənnəti görürsünüz. Allah ora elə bir gözəllik verib ki, onu deməklə mən təsəvvür eləyə bilmirəm. Əvəz bəy, ümumiyyətlə qalıcı turlarınız da var Qarabağa və yaxud da səhər gedirsiniz, axşam. Bir də o haqda istəyirəm danışasınız. Bizdə qalıcı turlar da var, səhər gedib axşam qayıdıcı turlar da var. Qalıcı turlarda da qidalanma daxildir, səhər, günorta, axşam yeməyi və səhər qayıdacağımız günün də səhər yeməyi də içində daxildir. Qalıcı turlarımızın da qiyməti 135 manatdan başlayır. Və bura daxildir, səhər getmək, həmin gecə qalırsınız orada və... Ona nə daxildir? Mən sizə açıq izah vereyim. Portalda nəqliyyat vasitəsidir, peşəkar tur bələdçisidir, gəzintilərimizdir, səhər, günorta, axşam yeməyi və sabah qayıdacağımız günün də səhər yeməyi ona daxildir. Bəli. Ünvanımıza da, götürdüyümüz ünvana da gətirib, inşallah sağ-salamatçılıqla çatdırır. Çox peşəkar sürücülərimiz var, nəqliyyatlarımızın gözəlliyi kimi sürücülərimiz də çox yaxşı insanlardır. Ümumiyyətlə, saat baxımından neçə saata gedib Şuşada olmaq olar? Saat baxımından biz səhər 5-in yarısı çatıb, saat 11-in yarısı, 11-ə kimi Şuşaya çatırıq inşallah. 5-in yarısı çıxırıq, 11-də Səhər 5-in yarısı çıxırıq, bəli. Səhər yeməyimizi yedikdən sonra artıq Qarabağa tərəf postdan keçməyə gedirik. Tbilisi turlardan istəyirəm danışasınız. Bizim bu yaxınlarda çox qəşəng bir mövzuya toxundunuz. Bu yaxınlarda Qatarla Tbilisi turlarımız da başlayacaq artıq. İnşallah Saf Və ilk dəfə sizdə olacaq, Saf Travel'da ilk dəfə Tbilisi. Nəzərinizə çatdırım ki, Azərbaycan turizm şirkətlərinin arasında ən birinci Saf Travel'da olacaq. Qatarla Tbilisiyə birbaşa turumuzun inşallah çatdırılması. Orada qalıcı da var, yoxsa? Orada da qalıcıdır. Qalıcı mütləqdir, çünki uzaq yoldur. Tbilisi də gözəldir. Ümumiyyətlə Gürcüstan çox gözəl bir ölkədir. Gəzici yerlər də çoxdur. Oranın da qədimi tarixi abidələri çoxdur. Orada insanlar rahat şəkildə turistləri götürəcəksiniz, aparacaqsınız, gətirəcəksiniz. Yəni, bütün işlər onlar tərəfindən, siz tərəfindən həll olunacaq. Bəli, hər bir şey Saf Travel tərəfindəndir. Qonaqlarımızın qarşılanması və Tbilisiyə çatdığımız zaman orada da bizim əməkdaşın onları qarşılayır, gəzdirməsi, gəzinti yerlərinə aparması, hər bir şey Saf Travel tərəfindən qarşılanır. Ümumiyyətlə, daxili turlar dedikdə getmədiyiniz və yaxud da olmadığınız hansısa bölgə, hansısa ərazi varmı? Fikirləşirsiniz ki, məsələn, bu yaxınlarda və yaxud nə vaxtsa onu planlaşdıracaq? İnşallah ki, bizim Qarabağ ən çox yenə bildiyim kimi, ümumiyyətlə Azərbaycanın elə bir bölgəsi yoxdur ki, biz orada turizmdə olmayaq, qonaq aparmayaq, turizm bölgələrindən söhbət gedir. Və inşallah ki, bizim Qubadlı rayonumuza da tur çoxdur, tələb çoxdur. Qubadlı rayonu düzdür, işğaldan azad olub, amma abadlaşdırma işləri getdiyinə görə hələ ki, biz inşallah Laçına gedib, Laçından Bakıya qayıtdığımız zaman belə deyək, Qubadlı Zəngilan yolu qayıdırıq. Qubadlını görürsünüz, amma hələ ki, turizm açılmadığına görə orada belə yol açıqdır. Amma əminəm ki, yəni Qubadlıya da elə ilk turlara məhz Saf Travel imza atacaq. Bəli, Saf Travel gedəcək və biz Qubadlıdan keçib Zəngilana gəlirik. Zəngilanda artıq turizm aktivdir, fəaliyyət göstərir. Ağalı kəndi çox gözəl kəndlərdən, çox tələbat olan bir yerdir. Ümumiyyətlə, Əvəz bəy, belə baxsaq, Azərbaycanda ən çox turistlərimiz də hansı bölgələrdən sizə müraciət edirlər? Yəni, mən bilirəm ki, siz bütün ölkə daxilində, yəni turistləri gəlirlər şəhərə, hətta bölgədən də gəlirlər şəhərə, oradan götürüb aparırsınız. Ən çox kimlərdir, yəni hansı bölgədir ki, belə gəzməyə, bütün Azərbaycanı tanımağa belə, necə deyim, çalışırlar və yaxud da sevirlər? Ən çox bizə müraciət eləyən bölgələrdən biri Cənub bölgəsidir ki, biz Bakıdan gedirik, misal üçün Lənkərana, Lerikə, Astaraya, oradan turistlərimizi götürüb gəzintiyə aparıb. Şimal bölgəsidir. Ümumiyyətlə Azərbaycan çox bölgələr, bəli, çox yerindən var və bu yaxınlarda inşallah Allahın xeyirlisi ilə Sumqayıt şəhərində də yeni bir filial açmaq fikrimiz var. Xeyirli olsun. Saf Travel'ın Sumqayıt filialı da açılacaq. Sumqayıt əhalisinə də xeyirli olsun, bizə də xeyirli olsun inşallah. Bildirdiyim kimi bütün bölgələrimizdən, Azərbaycan bütün bölgələrindən bizə tələbat var. Və fərq etmir, hansı bölgədə olursunuz, istər ailəvi tur olsun, istər fərdi tur olsun, istər qrup turları, istər məktəbli turları, hər birini Saf Travel həyata keçirir, günün, saatın fərqi olmadan. Yetər ki, bizim turistlərimizə və qonaqlarımıza rahat olsun. Bəli.
uğurlu iş, keyfiyyətli iş və gözəlliklər, əyləncə bəxş edən iş hardadır? Saf Travel-da. Təşəkkür edirik Saf Travel-a, elə Əvəz bəyə təşəkkür edirik. İnşallah Maqazin Plus-da görüşəcəyik. Sağ olun, salamat qalın.